Salam dostlar, İngilis dilini hekayələrlə öyrən silsiləmizin növbəti dərsi ilə sizlərlə mən Nicat Vəliyev və bildiyimiz kimi biz burada hekayələr oxuyur və İngilis dilimizi hekayələr vasitəsilə gücləndiririk. Əziz dostlar, növbəti hekayəmizi keçmədən öncə sizə maraqlı bir məlumat çatdırmaq istəyirəm. English for Everybody. Hər kəs üçün İngilis dili təşəbbüsü daxilində İngilis dilini çox münasib bir qiymət və çox yeni bir formatla sizlərə təqdim edirəm. Cəmi aylıq 1 manat ödəməklə sıfırdan ən mükəmmələ İngilis dili öyrənəcəksiniz. Maraqlananlar əlaqə saxlasın əziz dostlar, şərh bölməsində onlara geniş məlumat veriləcəkdir. Gəlin keçdik hekayəmizə. Bugünkü hekayəmiz əziz dostlar Haunted Britain, yəni belə deyək, Pərili Britaniya deyə bilərik əslində hekayəsidir. Biz burada biraz thriller, biraz da ruh, kabus janrında bir hekayə oxuyacağıq. Urban fantasy deyirlər buna. Əlbəttə ki, yəni şəhər əfsanəsi janrında bir hekayə oxuyacağıq. Çox maraqlı bir hekayədir şəxsən. Mən oxudum və sona qədər çox bəyəndim. Ümidvaram siz də bəyənəcəksiniz. Getdik. Chapter 1, birinci bölümə. Boom, partlayış səsi, boom. Josh was in bed. Josh yatağındaydı. Suddenly, qəflətən, boom, boom, patlama səsi. His pictures blew off the wall. Onun şəkilləri divardan yerə düşdü. Burada əziz dostlar, blew off, yəni neysə əsərək, küləyin əsərək onu yerə salmasına deyilir. The door blew open. Qapı da çırpıldı. Yəni burada çırpıldı olaraq tərcümə etdim. Blow open, yəni blow üfürmək deməkdir. Open da neysə belə güclü şəkildə əsərək açmasına deyilir əziz dostlar. Azərbaycan isə tərcümədə onu çırpılma olaraq da tərcümə edə bilərik. There were bits of window on his bed and on the floor. Döşəmədə və onun yatağında pəncərə, şüşə qırıntıları var idi. And there was dust, lots and lots of it. Və toz var idi, çox və çox. I can't see mom, gran, he shouted. Mən görə bilmirəm, ana, nənə, o qışqırdı. He ran out of his room. O otağından çölə çıxdı. Where are you? Are you okay? Siz haradasınız? Siz yaxşısınız? John's grandmother was still in bed. Josh'un nənəsi hələ də yatağında idi. He helped her and together they went out of the house. O nənəsinə kömək etdi və birlikdə onlar evdən çıxdılar. His mom was already in the street. Onun anası artıq küçədə idi. O, ana uşaqdan əvvəl çıxdı. The house next to theirs, number 65, wasn't there. Onların evinin yanındakı 65 nömrəli ev artıq orada değildi. Well, belə ki, it was still there. O hələ də orada idi, but it wasn't a house now. Amma o artıq ev değildi. There was just front wall and a lot of bricks. Sadəcə ön qapı var idi və çoxlu kərpiclər. Josh and his family waited and watched. Josh və onun ailəsi gözlədi və izlədi. The people from other houses in the street were there too. Digər evlərdən olan insanlar da küçədə idilər. Suddenly, the front wall came down. Qəflətən ön qapı çökdü. Come down, came down. There were more bricks and dust in the street. Küçədə daha çox kərpic və toz var idi. Everybody shouted. Hər kəs qışqırdı. There was a cold wind on Josh's face. Josh'un üzündə soyuq bir külək əsdi. It blew out of the bricks. Bu külək kərpiclərdən əsdi. What was that? Bu nə idi? Asked Josh. Josh soruşdu. But no one answered. Amma heç kim cavab vermədi. Josh arrived at school at 8:45. Josh məktəbə saat 8:45-də çatdı. He met his girlfriend Jazz in the classroom and told her about number 65. O öz qız dostu Jazzla sinif otağında görüşdü və 65 nömrəli ev haqqında danışdılar. No, I don't believe it, she said. Yox, inana bilmirəm, o dedi. Was anyone in the house? Evdə kimsə var idi. No, yox. They are on holiday in Egypt. Onlar Misirdə tətildədirlər. They didn't turn off the gas in the kitchen.
So there was a lot of gas in the house. Onlar mətbəxdəki qazı söndürməmişdilər və belə ki, evdə çoxlu qaz var idi. Then və daha sonra something turned on və nəsə yandı. A light or something. Bir işıq mı desək və yaxud da hər hansı bir nəsə. And boom və boom. The police think. Polis belə düşünür. But George didn't finish. Amma George bitirmədi. There was a face, a girl next to the door. Bir bir qız var idi qapının yanında. Suddenly he was cold. Qəflətən ona soyuq oldu. Who? Kim? He whispered. O pıçıldadı. Everything was quiet. Hər şey sakit idi. There was only her face. Yalnız onun üzü var idi. She was older than him and pretty. O qız ondan daha yaşca böyük idi və gözəl idi. But she wasn't happy. Amma o xoşbəxt değildi. He looked at Jazz. O Jazz'a baxdı. Then he looked across the room again. Və daha sonra o otaqdan yenidən boylandı. But where was the girl? Amma qız haradaydı? She wasn't there. O orada değildi. Something touched his arm. Nəsə onun əlinə toxundu. What? Nə? He turned quickly. O cəld şəkildə çevrildi. What's up, Josh? Asked Jazz. Nə baş verir, Josh? Jazz soruşdu. What are you looking at? Sən nəyə baxırsan? There was a girl near the door, he said. Bir qız var idi. Qapının yanında, o dedi. Who was she? O kim idi? What girl? Jazz asked Jazz. Nə qız? Jazz soruşdu. George didn't answer. George cevap vermədi. I didn't see anyone. Are you feeling okay? Mən heç kimi görmədim. Sən özünü yaxşı hiss edirsən? Yeah, I'm cool. Hə, mən yaxşıyam. He said, o dedi. He tried to forget about that face. O, həmin üzü unutmağa çalışdı. Əziz dostlar, cool sözünün mənası müasir ingilis dilində gənclər arasında yaxşı, krutoy da belə deyək də deyilir. Chapter 2, ikinci başlıq. Tilly Turner adlı əlbəttə ki. Jazz came to Josh's house that evening. Jazz Josh'un evinə həmin gecə qayıtdı. There is a lot of dust, she said. Çoxlu toz duman var, o dedi. The gas people came, said Josh's mom. Qaz idarəsindən olan insanlar gəldilər. Josh'un anası dedi. They cleaned the house, but it's still dirty. Onlar evi təmizlədilər, amma hələ də biraz çirklidir. Well, we were luckier than the people at number 65, said Grant. Belə ki, biz 65 nömrəli evdəki insanlardan daha bəxtimiz gətirdi bizim, dedi nənə. Josh ran down from his room. Josh öz otağından aşağı düşdü. Hi, he called Jazz. Salam, o Jazz'i çağırdı. Then he saw her. Daha sonra o Josh qızı gördü. Hey, you look fantastic. Hey, sən çox gözəl görsənirsən. He said and smiled. O dedi və gülümsədi. Bye mom, bye granny, he called. Sağ ol ana, sağ ol nənə, o səsləndi. Be home before 11, shouted his mom. 11-dən öncə evdə ol, onun anası arxasıca qışqırdı. They stopped at number 65. Jazz wanted to see it. Onlar 65 nömrəli evin önündə dayandılar. Jazz oranı görmək istəyirdi. They looked at the sad dark place. Onlar qaranlıq, qəmgin yerə baxdılar. A wind started to blow. Külək əsməyə başladı. Let's go to the club, Josh said quickly. Gəl kluba gedək, Josh dedi sürətli şəkildə. I don't like it here. Bura mənim xoşuma gəlmir. Together they ran down the road. Birlikdə onlar yol boyunca aşağı getdilər. What do you want to drink? Josh asked Jazz at the Waterloo Club. Nə içmək istəyirsən? Josh Jazz'dən Waterloo klubunda soruşdu. Just water for me, please, said Jazz. Sadəcə mənim üçün su zəhmət olmasa, Jazz dedi. Oh, look, oh, bax, there is M. M də oradadır. I must talk to her. Mən onunla danışmalıyam. Okay, said Josh.
Yaxşı, George dedi. He ordered the drinks. O içkiləri sifariş etdi. There was a DJ tonight. Bu gün bir DJ var idi. Someone from the school. Onların məktəbindən olan kimsə. And there were a lot of people in the club. Və klubda çoxlu insanlar var idi. George waited for the drinks. George içkiləri gözlədi. His friend Flint was there. Onun dostu Flynn oradaydı. They talked about football. Onlar futbol hakkında danıştılar. And then elə o anda da across the room he saw that face again. Otağın digər başında eyni üzü o yenidən gördü. Hey Flynn, who is that girl? Hey Flynn, o kız kimdir? What girl? Hansı kız? Look, she's standing next to Jazz. Bak, o Jazz'in yanında dayanır. She's got long brown hair and she's wearing a blue shirt and a white skirt. Onun uzun qəhvəyi saçları vardır və o mavi köynəklə ağ yubka geyinmişdir. Her clothes are funny. Onun paltarları gülməlidir. I don't know, from the 1950s or something. Bilmirəm, sanki 1950-ci illərdəndir, nədir? She's looking at us. O bizə baxır. I can't see anyone, Flynn laughed. Mən heç kimi görə bilmirəm, Flynn gülümsədi. Did a brick from number 65 fall on your head this morning? Bu səhər 65 nömrəli evdən olan kərpic sənin başına düşübdür, nədir? Something isn't right. Nəsə yerində deyil. She isn't there. O orada, she's there. O oradadır. It's that girl from school. O məktəbdən olan qızdır. I saw her this morning. Mən onu bu səhər görmüşəm. Who is she? O kimdir? He looked at Flynn. O Flynnə baxdı. But Flynn just laughed again. Amma Flynn yenidən gülümsədi. They gave just her drink and then watched Outcast on MTV. Onlar Jazz'a içkisini verdilər və onlar MTV'də Outcast'ı izlədilər. Well, Jazz and Flynn watched. Yaxşı, belə ki, Jazz və Flynn baxdı. This music is fantastic, Jazz said to Josh. Bu musiqi möhtəşəmdir, Jazz Josh'a dedi. I'm going to buy the new Outcast CD tomorrow. Mən sabah yeni Outcast diskini alacağam. Do you want to come and listen to it at my house? Gəlib mənim evimdə ona qulaq asmaq istəyirsən? But George didn't answer. Amma George cavab vermədi. Are you listening to me? Sən məni dinləyirsən? What are you looking at? Sən nəyə baxırsan? She was angry. O qəzəbli idi. What's up with you today? Səndə nə baş verir bu gün? It's that girl from this morning. Bu həmin qızdır. Səhərçi qız. What's she doing here? O burada nə edir? Said George. George dedi. What girl? Shouted Jazz. Nə qız? Jazz qışqırdı. Look, there, bax oraya. She's standing next to the door. O qapının yanında dayanmışdır. There is no one there, George. Orada heç kim yoxdur, George. Jazz walked away angrily. Jazz qəzəbli şəkildə uzaqlaşdı. George didn't move. George hərəkət etmədi. Flint can't see her. Flynn onu görə bilmir. Jazz can't see her. Jazz onu görə bilmir. How can I see her? Mən onu necə görə bilirəm? He thought. O düşündü. He was frightened. O qorxmuşdu. The girl was still there. Qız hələ də oradaydı. She looked at him and then she walked out of the club. O ona baxdı və onlar klubdan çıxıb getdilər. He didn't want to go with her. O onlarla getmək istəmirdi. He wanted to stay at the club. O klubda qalmaq istəyirdi. But he followed her anyway. Amma onu izləmək məcburiyyətində, o qızı izləmək məcburiyyətində qaldı. Qızla getmək istəmirdi, amma klubda qalmaq istəyirdi, amma qızı izləmək məcburiyyətində qaldı. She waited for him in the street near the club door. O qız onu küçədə klub qapısının qarşısında gözləyirdi. She didn't have a coat. Onun paltosu yox idi. Are you cold? Sənə soyuqdur, George asked. George soruşdu. He was cold too. Ona da soyuq idi. Very cold. Çox soyuq idi. But he gave her his jacket. Amma George o qıza öz jaketini verdi.
Let's go. Gel gedək. I am going to walk home with you. Səni evə piyada ötürəcəyəm, he said. O dedi. Where do you live? Harada yaşayırsan? She didn't answer. O cavab vermədi. She turned and walked across the road. O geriyə çevrildi və yol boyunca yeriməyə başladı. Josh followed. Josh izlədi. I don't know your name, said Josh. Mən sənin adını bilmirəm, dedi Josh. Tilly Turner. Did she speak? Tilly Turner. O danışdı mı? O did the wind whisper the words? Yoksa küləkdimi onun sözlərini pıçıldayan? She stopped at the cemetery. O qəbirstanlığın önündə dayandı. We can't go in there, Josh said. Biz oraya girə bilmərik, Josh dedi. They close the gates at night. Onlar gecələr darvazanı bağlayırlar. She pointed at the gate and very slowly it opened. Qız əli ilə darvazanı işarə etdi və çox yavaş bir şəkildə darvaza açıldı. Chapter 3. Üçüncü başlığa gəlin baxaq nəzərsə. The cemetery at night. Gecə qəbirstanlığı. Tilly went into the cemetery and waited. Tilly qəbirstanlığa getdi və gözlədi. Josh didn't want to go through the gate. Josh qapıdan keçmək istəmirdi. But I can't leave Tilly. Amma mən Tilly-ni qoyub gedə bilmərəm, he thought. O düşündü. Then he said loudly. Daha sonra o uca səslə dedi. I'm going first. Mən ilk olaraq mən girirəm. Tilly pointed to a small path. Tilly kiçik bir cığırı əli ilə göstərdi. I often come here, said Josh. Mən tez-tez buraya gəlirəm, Josh dedi. But not at night. Amma gecə yox. It's different in the dark. Bu gecə bura fərqlidir. It started to rain. Yağış yağmağa başladı. They walked next to the graves. Onlar qəbirlərin yanında gəzirdilər. Suddenly, something ran across Josh's face. Josh's foot. Qəflətən Josh'un ayağı altında nəsə qaçdı. What was that? Bu nə idi? Something touched his face. Nəsə onun üzünə toxundu. Yellowish, that's wet. Ay, bu nəmdir? He turned to Tilly. She was behind him. O geriyə Tilly'yə doğru çevrildi. Tilly onun arxasındaydı. You don't say much. Sən çox danışmırsan. What's up? Nə baş verib? He said, o dedi. He laughed, but he was frightened. O gülümsədi, amma o qorxmuşdu. Why didn't she talk to him? Nəyə görə o qız onunla danışmırdı? Tilly pointed to a little path on the right. Tilly əli ilə sağdakı bir cığırı göstərdi. Wet trees touched their faces. Nəmli ağaclar onların üzünə toxunurdu. It was very dark. Çox qaranlıq idi. Josh stopped and listened. Josh dayandı və dinlədi. There were whispers. Pıçıltılar var idi. Who was it? Kim idi bu? Was it the dead people? Bu ölülər idi. The path stopped. Cığır dayandı. Where now? İndi hara? Josh asked. Josh soruşdu. Tilly pointed through the trees. Tilly ağacların içərisindən işarə etdi. Why are we going this way? Biz nə üçün bu yolla gedirik? But Tilly just looked at him with her sad green eyes. Amma Tilly sadəcə qəmgin yaşıl gözlərlə ona baxdı. They started to walk again. Onlar yenidən gəzməyə başladılar. We can't go through here. Biz buradan keçə bilmərik. Josh said. Josh dedi. There are too many trees. Həddindən artıq çox ağaclar var. He put his arms in front of his face. O əllərini üzünün qarşısına qoydu. I can't see, he called. Mən görə bilmirəm, o səsləndi. Suddenly his foot touched something hard. Qəflətən onun ayağı bərk bir şeyə dəydi. Oh, he shouted. O qışqırdı. There was a gravestone at his foot. Onun ayağının altında bir qəbirdaşı var idi. Are you okay? He called to Tilly. Sən yaxşısan? O Tilly'yə səsləndi. But she didn't answer. Amma o cavab vermədi. She wasn't there. O orada değildi.
He went back but he didn't find her. O geriye qayıtdı amma Tilly'ni tapa bilmədi. Where was she? O harada idi? Tilly, Tilly, he called loud and louder. Tilly, Tilly, o səsləndi daha ucadan və daha ucadan. Where are you? Sən haradasan? He ran. O qaçdı. I can't see the path. Josh thought. Mən cığırı görə bilmirəm, Josh düşündü. He ran into the gravestone and cut his nose. O qəbir daşına çırpıldı və burnunu kəsdi. Yell, he shouted. Ey, o qışqırdı. Then he found the path, but where was Tilly? Daha sonra o cığırı tapdı, amma Tilly haradaydı? He called her name. O onun adını çağırdı. Again and again, yenidən və yenidən. I'm never going to find the gate. Mən heç vaxt darvazanı tapa bilməyəcəyəm. He thought, o düşündü. He walked for a long time in the dark and the rain. O uzun bir müddətliyə qaranlıqda və yağışın altında yeridi. They are going to find my dead body in here in the morning. Onlar səhər mənim ölü cəsədimi tapacaqlar burada. He was very wet now. İndi o çox islanmışdı. And his t-shirt and jeans were very dirty. Onun t-shirtü və cinsi çox çirkli idi. But then he saw it. Və daha sonra o gördü. The gate, darvazanı. He ran, o qaçdı. But the gate started to close. Amma darvazalar bağlanmağa başladı. No, he shouted. Yox, o qışqırdı. He ran faster. O daha sürətli qaçdı. He ran through the gate and bang. O qapıdan, darvazanın içərisindən keçdi və bang, qapının örtülmə səsi yəni. It closed behind him. Darvaza onun arxasında bağlandı. Chapter 4, 4-cü bölmə. I don't believe in ghosts. Mən kabuslara inanmıram. The next day was Saturday. Növbəti gün şənbə günü idi. No school. George got up late. Məktəb yox idi. George gec oyandı. What's wrong with me? Mənlə nə baş verir? He thought, o düşündü. Why did I leave a girl in a cemetery alone in the dark? Nəyə görə mən bir qızı qəbirstanlıqda tək başına qaranlıqda qoydum? He dressed and had some coffee. O əynini geyindi və biraz kofe içdi. He didn't want any breakfast. O heç bir səhər yeməyi istəmirdi. I must find her, he thought. Mən onu tapmalıyam, deyə o düşündü. The cemetery was open. Qəbirstanlıq açıq idi. It was a nice day and there were a lot of people there. Gözəl bir gün idi və orada çoxlu insanlar var idi. They wanted to see the famous gravestones. Onlar məşhur qəbir daşlarını görmək istəyirdilər. But Josh thought about the night before. Amma Josh bir gün əvvəlki gecə haqqında düşündü. I didn't want to follow Tilly. Mən Tilly-ni izləmək istəmirdim. Why did I go with her? Mən nəyə görə onunla getdim? Is she no, of course, she isn't a ghost. O yoxsa, yox, əlbəttə ki, o ruh deyil. I don't believe in ghosts. Mən kabuslara inanmıram. He walked faster. O daha sürətli yeriməyə başladı. But only I can see her, he thought. Amma yalnız mən onu görə bilirəm, o düşündü. Jazz and Flynn can't see her. Jazz və Flynn onu görə bilmir. He was cold. O üşüyürdü. Cold and frightened. Soyuq və qorxmuş idi. He looked for the path from the night before. O bir gecə öncəki cığırı axtardı. He walked from one end of the cemetery to the other. O qəbirstanlığın bir başından digərinə gəzdi. But he didn't find it. Amma onu tapa bilmədi. Okay, I'm going home, he decided. Yaxşı, mən evə gedirəm. O qərarı aldı. Suddenly he saw something through the trees. Qəflətən o ağacların içərisindən bir şey gördü. It was red. Bu qırmızı rəngdə idi. What was it? Bu nə idi? He followed the path and then he found it. O cığırı izlədi və nəhayət ki, onu tapdı. His jacket, onun jaketini. His red jacket, onun qırmızı jaketini. It was on a gravestone. O deməli, qəbir daşının üzərində idi. He was happier now. İndi o daha xoşbəxt idi. Tilly put it there for me. Tilly onu mənim üçün buraya qoyubdur. He thought, o düşündü. She was okay last night. O dünən gecə yaxşı imiş.
She knew the way out of the cemetery. O qəbirstanlıqdan çıxan yolu bilirdi. He took the jacket and turned back. O ceketi götürdü ve geri çevrildi. But a cold wind blew across his face. Amma soyuq külək onun üzünə əsdi. Look, look, the wind whispered in his ears. Külək, bax, bax, külək pıçıldadı onun qulaqlarına. He looked at the gravestone. Edward Turner, 1926, 1973. Edward Turner, 1926-cı il, 1973-cü il. Turner, he said quietly. Turner, o sakitcə dedi. Tilly Turner, Edward Turner. Tilly Turner, Edward Turner. George went home. George evə qayıtdı. His grandmother was in the kitchen. Onun nənəsi mətbəxdə idi. Your face is white, George. Sənin üzün ağappaqdır, George. Is something wrong? Nəsə baş verib? He told her everything. O hər şeyi ona danışdı. Nənəsinə danışdı. I was very frightened, Grand. Mən çox qorxmuşdum, nənə. Well, she said. Yaxşı, o dedi. She gave him some tea. Nənəsi ona biraz çay verdi. I can understand some of it. Mən bunun birazını başa düşə bilirəm. I was at school with Tilly. Mən məktəbdə Tilly ilə birlikdə olmuşam. We were friends. Biz dost idik. We finished school at 14 and went out to work. Biz məktəbi 14 yaşımızda bitirmiş və işləməyə getmişdik. And then she met a man, Edward Turner. Ed, she called him. Daha sonra o Ed adlandırdığı Edward Turner adlı bir kişiyle tanış oldu. No one liked him. Heç kim onu sevmirdi. But she didn't listen to us. Ama o bizi dinlemedi. She married him and then moved to the house next to ours. Ve daha sonra o bizim evimizin yanındakı evə köçdü. Number 65 nömrəli evə. Ed was older than Tilly, maybe 30. Edward Tilly'dən yaşca böyük idi. Ola bilsin ki 30 yaşları var idi. She was only 16. Onun sadəcə 16 yaşı var idi. I saw her most days after work. Mən onu əksər günlər işdən sonra görürdüm. Then I didn't see her for 3 or 4 weeks. Daha sonra mən onu iftar dəftərliyinə görə bilmədim. She didn't answer the door. O qapıya cavab vermirdi. One day, my mom said, bir gün mənim anam dedi, you know that Tilly Turner, sən həmin Tilly Turner tanıyırsan, you are not going to see her again. Sən onu yenidən görməyəcəksən. She met a younger man and left. O daha gənc bir insanla tanış olmuş və tərk etmişdi. There is only Ed at number 65 now. İndi 65 nömrəli evdə yalnız Ed yaşayır. Good, I thought. Yaxşı, mən düşündüm. Tilly is going to be happier without her husband. Tilly öz yoldaşı olmadan daha xoşbəxt olacaqdır. George said nothing at first. George ilk olarak heç nə demədi. She's a ghost then. O onda kabusdur. He said after some minutes. O bir neçə dəqiqə sonra dedi. He didn't like the idea. O bu ideyanı heç də bəyənmədi. But why can I see her? Amma niyə mən onu görə bilirəm? What does she want from me? O məndən nə istəyir? Some people can see ghosts, said his grandmother. Bəzi insanlar kabusları görə bilər, dedi onun nənəsi. Only a few people, yalnız çox az insan. You are very special, George. Sən çox xüsusisən, George. George got up from the table. He didn't want to hear this. George masadan durdu, o bunu eşitmək istəmirdi. I am not special, mən xüsusi deyiləm. He shouted, o qışqırdı. And I don't believe in ghosts, mən kabuslara inanmıram. He went out in the afternoon. I must talk to Jazz. O çölə çıxdı günorta. Mən Jazz'la danışmalıyam. He thought, o düşündü. She is going to be very angry with me. O mənə çox qəzəblənəcəkdir. He phoned her mobile, but she didn't answer. O
Josh'un mobilinə zəng etdi, amma Cazın mobilinə zəng etdi, amma qız cavab vermədi. He stopped at number 65. O 65 nömrəli evin qarşısında dayandı. And looked at the bricks və kərpiclərə baxdı. And then he saw və daha sonra o gördü. What was it? Bu nə idi? A door, bir qapı. Something under the bricks. Kərpiclərin altında nəsə var idi. I didn't see that last time. Mən keçən dəfə buranı görməmişdim, he thought, o düşündü. A cold wind started to blow. Soyuq külək əsməyə başladı. Old cans and chocolate papers danced down the street. Köhnə konserva qabları və şokolad kağızları küçədə rəqs etməyə başladı. He put his hands over his ears. O əllərini qulaqlarına qoydu. No, no, he shouted. Yox, yox, o qışqırdı. I can't help you. Mən sənə kömək edə bilmərəm. He turned and ran. O çevrildi və qaçdı. Chapter 5. 5-ci başlıq. The room under the house. Evin altındakı otaq. George closed his eyes. George gözlərini bağladı. He ran down the street. O küçə boyunca aşağı qaçdı. And into Jazz. Və Jazzla toqquşdu. He was right. O həqiqətən haqlı idi. She was very angry. O çox qəzəblənmişdi. Qızı qoyub getmişsən, əlbəttə ki, qəzəblənəcəkdi. George, I do not want to talk to you. George, mən sənlə danışmaq istəmirəm. George didn't answer. George cavab vermədi. Where do you go last night? Sən gecə hara getdin? Why did you go without me? Never, she stopped. Nəyə görə sən mənsiz getdin? Heç vaxt o dayandı. Dedi və dayandı. Sözü yanlış kəsdi, yəni ki. Josh's face was right. Josh'un üzü ağarmışdı. She looked at his frightened eyes and touched him. O qız onun qorxmuş gözlərinə baxdı və əli ilə toxundu. He was cold. O üşümüşdü. Very cold. Çox soyuq idi. Josh, what's up? She took his arm. Josh, nə baş veribdir? O götürdü oğlanın əlini. George, yəni deyib əlbəttə ki, müraciətdir. She was sorry now. İndi o üzgün idi. Let's go and have a coffee. Gəl gedək və bir kofe içək. Mənim fikri olma şəklim. They walked slowly to a cafe. Onlar yavaşca kafeyə doğru getdilər. They sat at a table near the window and talked for hours. Onlar pəncərənin yanındakı bir stulda əyləşdilər və saatlarla söhbət etdilər. It can't be true. Bu gerçək ola bilməz, George said. George dedi. But when she looked at George's face, amma o George'un üzünə baxanda, into his eyes, onun gözlərinə baxanda, she knew it was true. O bilirdi, bu gerçək idi. What does Tilly want? She asked George. Tilly nə istəyir? George soruşdu. Let's go and look at number 65, said Jazz. Gəl gedək 65 nömrəli evə baxaq, dedi Jazz. Maybe the answer's there. Ola bilsin ki, cavab oradadır. It was evening now. İndi axşam idi. They went to George's house first and found the torch. Onlar ilk olaraq George'un evini getdilər və bir fənər tapdılar. Əziz dostlar, torch sözünün mənası normalda məşəl deməkdir, amma müasir ingiliscəsində danışarkən fənər mənasını verir. Then they climbed over the fence to number 65. Daha sonra onlar 65 nömrəli evə pəncərədən, pəncərə deyirəm, əstəğfurullah, zabor deyirlər, hasardan dırmaşdılar. The wind started again. Külək yenidən başladı. They moved some bricks away and found the door there. Onlar bir neçə kərpicə hərəkət etdirdilər və orada bir qapı tapdılar. Josh pulled the door. Josh qapını özünə çəkdi. I can't open it, he said. Mən qapını aça bilmirəm, o dedi. Let's try it together, said Jazz. Gəl birlikdə yoxlayaq, Jazz dedi. They pulled hard. Onlar möhkəm şəkildə çəkdilər. Harder, daha möhkəm şəkildə. Suddenly it opened. Qəflətən o açıldı. Bang, boom səsi deyirdi yəni. They pointed the torch through the door. Onlar
onlar fənəri qapıdan içəri saldılar. There was a room. Orada bir otaq var idi. A room under the house. Evin altında bir otaq var idi. Josh went down first. Josh ilk olaraq özü aşağı getdi. He took Jaz's hand. O Jaz'ın əlini tutdu. Are you okay? He asked her. Sən yaxşısan? O soruşdu ondan. Qızdan soruşdu. Yeah, I'm cool. She said. Yeah, hə, mən yaxşıyam. O dedi. But she didn't feel cool. Amma özünü yaxşı hiss etmirdi. She was frightened. O qorxmuşdu. There was no sound. Heç bir səs yox idi. The room was wet and cold and dirty. Otaq nəmli, soyuq və çirkli idi. Josh pointed into the dark with his torch. Josh qaranlığa özünün məşəli ilə işıq saldı. Suddenly they saw a long box near the wall. Qəflətən onlar uzun bir qutu gördülər divarın yanında. What's that? Bu nədir? Asked Jaz. Jaz soruşdu. I can't do this, Josh. Let's go. Mən bunu edə bilmirəm, Josh. Gəl, gedək. No, wait a minute, he said. Yox, bir dəqiqə, o dedi. But I'm frightened. Amma mən qorxuram. Me too, mən də. Just a minute, bir dəqiqə. Josh went nearer. Josh daha da yaxınlaşdı. Take the torch. Fənəri əlinə götür. Point it at the box. Onu qutuya sal. He pulled the top of the box and it came away in his hands. O qutunu qapağını əli ilə dartdı və o əlində gəldi. There was lots of dust. Çox toz var idi. Wow, shouted Jaz and Josh. Yəni burada deməyəcəm. Wow, qışqırdı Jaz və Josh. They looked through the dust. Onlar dust nə deyirlər? Tozdan içəri baxdılar. Two black eyes looked back at them. İki qara göz onlara baxırdı. A skeleton whispered Jaz. Bir skelet pıçıldadı Jaz. There is a skeleton in the box. Qutuda bir skelet var. And look, said Josh. Və bax, dedi Josh. It's wearing a blue shirt and a white skirt. O mavi kofta və ağ yubka geymişdir. Suddenly some bricks moved behind them. Qəflətən onların arxasında bir neçə kərpic hərəkət etməyə başladı. They turned and looked at the door. Onlar çevrildilər və qapıya baxdılar. It's closing, shouted Josh. O bağlanır, Josh qışqırdı. Jaz got out first and pulled Josh behind her. Jaz ilk olaraq çıxdı və Josh'u öz arxasıca dartdı. But the door came down on his head. Amma qapı onun başına gəldi. Oh, he cried. Someone laughed. O qışqırdı, kimsə gülümsədi. Who was that? Asked Josh from behind the door. Kim idi bu? Josh qapının arxasından soruşdu. Are you okay? Called Jaz. Sən yaxşısan? Jaz soruşdu. She pulled on the door and opened it again. O qapını dartdı və onu yenidən açdı. No, I'm not. Okay, yox, mən yaxşı deyiləm. I don't like this place. Mən bu yeri heç sevmirəm, he said, o dedi. They quickly ran to the fence. Onlar cəld hasara doğru qaçdılar. A cold wind blew around them. Soyuq bir külək onların ətrafında əsdi. It's a ghost, Josh said. Bu kabusdur, Josh dedi. I can feel it. Mən bunu hiss edə bilirəm. Tilly, is that you? Tilly, bu sənsən, but it wasn't Tilly. Amma bu Tilly değildi. He knew that. O bunu bilirdi. This was a bad ghost. Bu pis bir ruh idi. Quickly, Jaz, let's go now. Tez, sürətlə Jaz, gəl indi gedək. They climbed over the fence and into the street. Onlar hasardan dırmaşdılar və düz küçəyə düşdülər. The wind was louder now. İndi külək daha da ucadan idi. They ran to number 63. Onlar 63 nömrəli evə getdilər. The wind followed. Külək onların arxasınca getdi. Something was there. Orada nəsə var idi. Just behind them. Onların arxasında Josh pulled Jaz into the house with him. Josh Jaz'ı arxasıca özü ilə evə çəkdi. He closed the door. O qapını bağladı. Hard, bərk bağladı. And
took Jazz's hand və Jazzın əlini tutdu. They didn't make a sound. Onlar səs çıxartmadılar. They listened and waited. Onlar dayandılar və dinlədilər. Slowly, very slowly, the sound of the wind went away. Yavaşca, çox yavaşca küləyin səsi uzaqlaşmağa başladı. They were safe. Onlar təhlükəsizlikdə idilər. The ghost can live. Chapter 6. The Ghost Can Live. 6-cı başlı, deməli fəsil, ruh artıq gedə bilər. In the morning, səhər, Josh phoned the police. Josh polisə zəng etdi. They came and put a bigger fence around number 65. Onlar gəldilər və 65 nömrəli evin ətrafına daha böyük hasar çəkdilər. At 3 o'clock, the skeleton came out. Saat 3-də skeleti çıxartdılar. There were lots of TV and newspaper people in the street. Küçədə çoxlu televizor və qəzetdən olan insanlar var idi. They talked to Josh's grandmother. Onlar Josh'un nənəsi ilə danışdılar. They wanted to talk to Josh and Jazz. Onlar Josh və Jazz ilə danışmaq istəyirdilər. But Josh and Jazz didn't come out. Amma Josh və Jazz çölə çıxmaq istəmirdi. A policeman came to number 63 in the afternoon. Bir polis qadını günorta 63 nömrəli evə gəldi. We found her, she said. Biz onu tapdıq. O dedi. You were right, Josh. Sən haqlıydın, Josh. It's Tilly Turner. And we found something interesting next to her skeleton. Bu Tilly Turner idi və biz onun skeletinin yanından maraqlı bir şey də tapdıq. She gave him a photo. Polis xanım Josh'a bir foto verdi. What is this? What is it? Asked Jazz. Bu nədir? Jazz soruşdu. It's a pen knife, answered Josh. Look, bu tip bıçağıdır, cavab verdi Josh. Bax, it's got letters on it. E.T. said Jazz. Bax, onun üzərində hərflər var. E.T. Jazz dedi. E.T. Edward Turner. Shouted Josh's grandmother. E.T. Edward Turner qışqırdı Josh'un nənəsi. I knew it. Ben bunu bilirdim. Tilly didn't meet a younger man. Tilly gənc bir oğlanla tanış olmamışdı. It killed her. Ed idi onu öldürən. She put her hands over her face. O əllərini üzünə tutdu. Josh took her hand. Josh onun əlini tutdu. It's okay, Gran. Hər şey yaxşıdır, nənə. It was a long time ago. Uzun bir müddət idi bu. It's Tilly's happy now. İndi Tilly xoşbəxtdir. She wanted to tell us about Ed. O Ed haqqında bizə demək istəyirdi. Now we know about him. İndi biz onun haqqında bilirik. So ghost can leave number 65. İndi onun ruhu 65 nömrəli evi tərk edə bilər. Ghost, onun ruhu, said the policewoman, polis qadını dedi, soruşdu belə deyək. Josh looked at Gran. Josh nənəsinə baxdı. He smiled, she smiled too. O gülümsədi, nənə də gülümsədi. A week after this, bundan bir həftə sonra, Josh, Jazz and the families were in Highgate Cemetery next to Tilly's family grave. Josh, Jazz və onların ailələri Tilly'nin ailə qəbrinin yanında Highgate qəbirstanlığında idilər. Tilly's brothers were there. Tilly'nin qardaşları da oradaydı. They were old now and very sad about Tilly. Onlar indi yaşlı idilər və Tilly haqqında çox üzgün idilər. The TV and newspaper people were there too. Televizor və qəzetdən olan insanlar da həmçinin oradaydı. Qardaşları axtarırdılar ki, bacımız haralardadır. Tilly's skeleton went into the family grave. Tilly'nin skeleti ailə qəbirstanlığına getdi. With her father and mother. Atası və anası ilə birlikdə. Josh remembered that night in the cemetery. Josh həmin qəbirstanlıqdakı gecəni xatırladı. He was happier now because it wasn't dark. O indi daha xoşbəxt idi çünki artıq qaranlıq değildi. Then he saw something blue behind the TV cameras. Daha sonra
O TV kameralarının arkasında mavi nəsə gördü. Bu Avropa ruh hekayələrində niyə ölənlər hər zaman eyni paltarda olur? Maraqlıdır. Yəni öləndə də gərək paltarımızı düzgün seçək, yoxsa əks təqdirdə yəni ömür boyu həmin paltarla, ömür yox, əbədiyyətə qədər həmin paltarla yaşamaq zorunda və yaxud da ruh olmaq zorunda qalacağıq. Maraqlıdır. Was it? Yoxsa bu? Yes, it was Tilly's shirt. Bəli, bu Tilly'nin köynəyiydi. Tilly was there. Tilly oradaydı. But not the old sad Tilly. Amma qəmgin köhnə Tilly yox. She wasn't sad now. İndi o qəmgin değildi. She was happy. İndi o xoşbəxt idi. She smiled at him. Tilly ona gülümsədi. He took Jazz's hand and then looked for Tilly again. O Jazz'ın əlini tutdu və yenidən Tilly'ni axtardı. But Tilly wasn't there. Amma Tilly orada değildi. Good, she's okay now. Yaxşı, indi o yaxşıdır. Maybe I'm going to be okay too. Ola bilsin ki, mən də yaxşı olacağam, he thought, o düşündü. It was a hot day, isti bir gün idi. Josh and Jazz walked to the gate. Josh və Jazz qəbirstanlığı darvazaya doğru getdi. The newspaperman followed them. Qəzetdə olan insanlar onların arxasıca getdilər. Just one more picture, they called. Sadəcə əlavə bir şəkil daha, onlar səsləndilər. Josh and Jazz smiled for the cameras. Josh və Jazz kameralar üçün gülümsədilər. Then Josh saw a face near the gate. Sonra Josh bir üz gördü qəbirstanlığın. Yox, qəbirstanlıq yox, darvazanın yanında. The face looked at him. Üz ona tərəf baxdı. It was a boy. O bir oğlan idi. A young boy. Gənc bir oğlan. Suddenly everything was quiet. Qəfildən hər şey sakitləşdi. Josh didn't hear the people or the cameras. Josh insanları və kameraları eşitmirdi. And he was very cold. Və o çox üşüyürdü. What's up, Josh? Ne baş verir, Josh? Asked Jazz. Jazz soruşdu. What are you looking at now? İndi nəyə baxırsan? The end. Əziz dostlar, burada bitir. Buradan sonra başqa bu urban miflər başlayır. Bu hekayəmiz yəni burada bitir. Qalanda yoxdur. Yəni böyük ehtimal bu Josh'un şəhərində hansı ruhun nə problemi var, gəlir Josh'la həll eləyir. Mən belə başa düşüb, ya da ola bilsin ki, Edward'ın ruhu idi. İndi gəldi, dəyin görün bir dəqiqə. Gəl bura, bəli. Oldu əziz dostlar, yenə də videonun əvvəlində dediyim kimi yeni bir təşəbbüsümüz başlayır. Əgər siz də çox münasib qiymətə möhtəşəm ingilis dili, çox keyfiyyətli ingilis dili dərsləri almaq istəyirsinizsə, bizlə əlaqə saxlayın. İnanın ki, Azərbaycanda yəni bu keyfiyyət və bu münasib qiymət daha heç bir yerdə yoxdur. See you next time, my ladies and gentlemen. Okay.